Yaşıl Media İran Dövlət Televiziyasına istinadən xəbər verir ki, Prezident Məsud Pezeşkiyan İsrailə məxsus pilotsuz uçuş aparatları və mikrotəyyarələrin Azərbaycan ərazisindən İran hava məkanına daxil olması ilə bağlı yayılan məlumatların ciddi şəkildə araşdırılmasını tələb edib. Prezident Pezeşkiyan bu fikirləri cümə axşamı günü Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı səsləndirib. Azərbaycan İran əleyhinə hava məkanından istifadə olunmasına imkan verməyib. Cavab olaraq Prezident Əliyev İsrailin hücumları və nəticədə baş verən mülki itkilərlə bağlı təəssüfünü ifadə edib. O, atəşkəsi alqışlayıb və Azərbaycanın İranın suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini bir daha vurğulayıb. Azərbaycan hava məkanının İsrail pilotsuz təyyarələri tərəfindən İran əleyhinə istifadə olunması ilə bağlı yayılan məlumatları rədd edən Prezident Əliyev bildirib ki, hökuməti ölkənin hava məkanı üzərində tam nəzarətə malikdir və bu məkanın İran əleyhinə istifadəsinə heç vaxt icazə verilməyəcək.